Qoçət Azərbaycanın keyfiyyətli fermer təsərrüfatı məhsulları istehsal eləyən milli brendidir. İndi biz Qoçətin ət və süd məhsullarının topdan satış mərkəzinə yaxınlaşmışıq. İndi keçirik içəri. Görə içəridə hansı proseslər gedir? Gəl. Burada kənd təsərrüfatı məhsullarına aid olan süd var, yumurta var. Yaxınlaş zəhmət olmasa. Daha sonra yağ, pendir, süd, qatıq, şor, kalpasa və sasiska məhsulları, eyni zamanda təzə gətirilmiş, təzə kəsilmiş dana əti, quzu əti mövcuddur və keyfiyyətinə söz ola bilməz Qoçətin dönərləri var. İndi biz ət işlətmə otağına daxil olacağıq. Oradakı proseslə sizi tanış edəcəm. Yollanırıq içəri. Salam, yorulmayasınız. Ağa bəy salam, necəsiz? Necəsiz? Hoş gəlmişsiniz. İstəyirdik ki, bax bu proseslə bizi tanış edəyəsiniz. Bəli, burada gördüyünüz kimi dönər hazırlama prosesi gedir və qeyd edim ki, bizim Xocalının Xanabad kəndindən irbuynuzlu heyvanlarımız baytar nəzarətinə keçmiş təbii ki, yüklənərək maşınlara, yəni qida zəncirində daşınır və daşıma zamanı maşınlarımız havalandırma sistemi ilə təchiz olunmuşdur və kəsimdən sonra dinlənmə bölümünə keçir və soyuq qida zəncirində mühafizə olunur. Burada sirlərdən biri də odur ki, rigor mortis, yəni ölüm sərtliyinə düşmüş iribuynuzlu heyvanlarımız 24 saat ərzində dinləndirildikdən sonra emal prosesinə ötürülür və gördüyünüz kimi emal prosesində də artıq yarpaq dönər açılır. Bu maraqlı gəldi mənə. Bu nədir? Bəli, bu dönərə ləzzət qatan sousdur, hansı ki, dönərin bastırmasında, marinad olunmasında istifadə olunur və yarpaq açılan dönərlərimiz sousa batırılaraq 24 saat da orada dinləndirildikdən sonra, bəli, ən az 12 saat dinləndirilməlidir və sousu canlı çəkməlidir. Qeyd edim ki, bizdə təkcə yarpaq deyil, eyni zamanda quzu ətinin sinəsindən də istifadə olunur. Təbii ki, burada faiz nisbəti ilə ən çox faizi yarpaq dönər dana əti təşkil edir ki, bu da 50%-dən yuxarıdır və yerdə qalan 20-25% quzunun döş hissəsidir ki, yağlılıq. Yəni burada da sir dönərə ləzzət və dad qatmaq üçündür ki, yerdə qalanda qiyma olur və quyruqdan da istifadə olunur ki, burada dönərin xüsusi ləzzəti danılmazdır. Burada deməli dönərlər streçlənəcək daha sonra, oradan da göndəriləcək buzluğa, belə deyək. Burada şişləmə ilə bağlı bir şey deyim ki, dönər ətlərimiz çox sıx şəkildə, belə deyim də, əllə preslənərək, yəni sıx şəkildə şişlənir. Yəni burada da temperaturun daxilə nüfuz etməsi və bərabər şəkildə qızarmasının və kəsilən zaman ətin çiğ qalmamasının qida təhlükəsizliyinin təmin olunmasının göstəricisidir. Nə üçün? Çünki bu da bir Qoçətin sirlərindən biridir. Təbii ki, çox yerdə dönəri sıx şəkildə, amma onun təraş olunmağı, düzgün, simetrik təraş olunmağı da öz sözün deyir ki, qızarma zamanı ətin çiğ hissəsi olmasın ki, ət tam qızarsın, temperatur ortaya qədər, yəni ətin tən ortasına qədər işləsin ki, burada da bişmiş dönəri kəsərkən qida zəhərlənmələri baş verməsin. Yəni, bu sırf qida zəncirində, Qoçətin də maraqları bundan ibarətdir ki, soyuq qida zəncirində və bişirmə, yəni isti qida zəncirində də insanların, istehlakçıların sırf təhlükəsizliklərini qorumaq üçün. Dəyərli tamaşaçılar, gördüyünüz kimi, baxın, burada hər şey şəffafdır. Sizə tam başdan axıra qədər təqdim elədim. Standartlara uyğun həm kəsim, həm istər marinə edilməsi, rulola vurulması, streçlənməsi və s. İndi bir də biz bişirilmə yerini çəkib göstərəcəyik. Daha sonra isə həmin o bişmiş dönərin də dadına baxacağıq. Görə həqiqətən deyilənlər qədər varmı dadı? İndi gedirik bişim məntəqəsinə. Çox içəri daxil olmayacaq. Görürsünüz, baxın, az öncə çəkiliş elədiyimiz o rulonlar artıq bişirilir və
müştəriyə bax buradan təqdim olunur. İndi biz də müştəri olaraq dadına baxacağıq və qərar verəcəyik ki, görək həqiqətən deyilənlər qədər varmı dadı Qoç ətin dönərinin. Dönərimiz gəldi. Baxaq görək necədir dadı. Çox sağ olun. Göz haqqınızı halal edin. İndi dadına baxacağam. Çox sağ olun. Məni tanıyanlar çox gözəl bilir ki, mən olmayan bir şeyə var demirəm. Dönərdə həqiqi ət dadı gəlir. Yəni bu dönərin, bu İskəndərə söz ola bilməz həqiqətən. Və hər birinizə də tövsiyə edirəm.